Qonşu evdədir. Hə. Salam ay qonşu. Salam Mehmet. Necəsin, nə var, nə Sağ ol, yox? nətərsən? Yalçın gəlməyib işdən hələ. Yox, yox qaqa. Nə oldu, nə vaxt gələcək inşallah? O axşam saat 6-da. Qulaq, qardaşsan, sən yaxşı bilərsən. Bu kredit şərtləri necə dolardı? Şey sən ki, Maşını kreditdə salmaq istəyirəm ha. Hə. Satmaq istədim, almadılar. Abi onlarda mən bir sən nətərdir? Bax, elə bil ki, ili 90-cı ildən yuxarı hər növ avtomobili 20 dəqiqə kreditdə salırlar. Amma maşın generalini öz adın olmalıdır. 20 dəqiqə kreditdə salırlar, pulu götürürsən, adında gecikmə var, ona da baxmırlar. Rayon gedir, fərqi yoxdur. 20 dəqiqə kreditdə salır, pulu verirlər. Pulu da bu ay götürsən, gələn aydan xırda-xırda ödəyirsən. Nə yaxşı, nömrə də qalır üstündə, maşına qalır. Nömrəyə qətiyyən, nömrə də qalır üstündə. Heç kredit olduğu bilinmir. Ay, sağ ol, bax, onu yor gözləyirəm. Hə, indi nəyə gözdür, da dedim, amma belə sağ... Nömrə verdi, onu da qardaşımsan. Hə, qoy nömrəsini verim. Birbaşa oranın nömrəsini ver. Yox, oran yox, qardaşımın nömrəsini verim. Hə, yaxşı ver. Orada işləyir də, nəfər? 050 723 3607. 3607. Çay zatırsan geç. Yox, yox, qonşum, qonaqlarıma gedirəm. Hə. Vacib elə pullar. Xeyirli olsun abi, sağ ol. Get götür, verəcəklər. Onlar 20 dəqiqə pulu verirlər. Oldu, oldu. Sağ ol.